yeni filial. Azərbaycanda ilk dəfə açıq hava altında qurulan Kamil İnteraktiv Elm Muzeyinin açılış mərasiminə toplaşmışıq. Təşəkkürümü bildirirəm hər birinizə. Çox sağ olun. Və bugün
Biz Hədəf Liseyləri zəncirinin növbəti halqası, yeni filial Hədəf Stars kampusunun və Azərbaycanda ilk dəfə açıq hava altında qurulan Kamil İnteraktiv Elm Muzeyinin açılış mərasiminə toplaşmışıq. Bu təkcə bir təhsil ocağının deyil, bütövlükdə elm və yaradıcılığın bayramıdır. Azərbaycan təhsili daim inkişaf edir. Biz həmişə ümumilli lider Heydər Əliyevin təhsilə verdiyi xüsusi önəmi öz yolumuza çıraq etmişik. Bugün isə ölkəmizin müasir inkişaf xəttini müəyyən edən Cənab Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin həyata keçirdiyi islahatları özümüzə yol bələdçisi sayırıq. Və sizin yolunuz bizim yolumuzdur deyirik. Bu mötəbər tədbirimizdə isə qeyd edim ki, çox möhtəşəm anlar yaşanacaqdır və iştirak edən dəyərli qonaqlarımız var təbii ki. Millət vəkillərimiz, rektorlarımız, həmçinin qardaş Türkiyənin Nəsibə Aydın okullarının idarə heyətinə, dəyərli qonaqlarımıza, ölkəmizin elm və təhsil ictimaiyyətinin nümayəndələrinə, müəllimlərimizə, valideynlərimizə və ən əsası balabilgələrimizə bugün burada iştirak etdikləri üçün hər birlərinə dərin təşəkkürümüzü bildiririk. Və elm, texnologiya, həmçinin də yaradıcılıqla işıqlanan Hədəf Stars kampusu sabahın liderlərini yetişdirən gələcəyin məktəbidir. Bu məkan müasir təhsil proqramlarını beynəlxalq standartlara uyğun mühiti, interaktiv sinifləri, zəngin laboratoriyaları və güclü pedaqoji heyəti ilə təbii ki, digərlərindən fərqlənir. Burada şagirdlər yalnız bilik qazanmır, həm də yaradıcılıq bacarıqlarını inkişaf etdirir, elmi tədqiqatlara yönəlir, texnologiya və incəsənətlə birgə formalaşırlar. Əsas məqsədimiz gəncləri həm qlobal dünyada rəqabətə davamlı, həmçinin də milli dəyərlərə sadiq vətəndaşlar kimi yetişdirməkdir. Bu günün ruhunu ifadə edən şüarımız isə hər birimizin qəlbinə işıq saçır. Dünyanı elm xilas edəcək. Bəli, elm gələcəyə aparan ən möhkəm körpüdür. Bunu da artıq bizim həm gənclər bilir, həm bizim balalarımız bilir və qeyd edim ki, həmçinin də elm və təhsilə verilən dəyər xalqımızı daha xoşbəxt, dövlətimizi isə daha güclü edəcək. Və qeyd edim ki, bu mənada dünyanı elm xilas edəcək fikrinin ən böyük daşıyıcıları və dəstəkçiləri elə az əvvəl də qeyd etdiyim kimi gənc nəsil olmalıdır. Çünki gələcək onların əlindədir. Və gəlin görək onların elm dünyasına baxışı necədir? Beləliklə, sizi Hədəf Liseyinin müəllim və bala bilgələrinin, eləcə də bilgə robotunun iştirakı ilə hazırlanmış Keçmişdən Gələcəyə Elm İşığında adlı tamaşanı izləməyə dəvət edirik, amma alqışlarınızla. Düz deyirsən. Əlbəttə, bu robot bizim alimlərimizdən ağıllı deyil ki. Uşaqlar, nə olub? Niyə mübahisə edirsiniz belə? Müəllim, bilirsiniz, yeni elm muzeyinin açılışına danışan robot gətiriblər. Biz isə bunu haqsızlıq hesab edirik. Niyə? Niyə haqsızlıq olsun ki, qızım burada? Əslində, müasir dövrümüz elm, texnologiya, robot dövrüdür. Əslində, siz elə özünüz bu robotların dəstəklərdə də istifadə edə bilərsiniz. Müəllim, bizim o boyda alimlərimiz qalıb, gedib robot gətiriblər. Adam yanmasında neynəsin? Bəli, əslində düz fikirləşirsiniz.
mən də bu mövzuda sizə qatılıram. Amma necə eləmək? Neynəmək? Müəllim, ağlıma çox yaxşı fikir gəldi. Fikirləşirəm ki, biz də bu açılışa öz alimlərimizi gətirək. Amma onları necə gətirəcəyimizi bilmirik. Uşaqlar, mən əslində sizə kömək eləyə bilərəm. Baxın, mənim bir ideyam var. Düzdür, bu ideya tam elmi sübutunu tapmayıbdı. Amma mən belə fikirləşirəm ki, siz öz araşdırmalarınızla məncə bundan istifadə edərək alimləri açılışa dəvət edə bilərsiniz. Necə müəllim? Bax, belə. Mənim ta qədimdən qalmış əlimdə bir dənə xalat var. Əgər siz o xalatı istifadə edə bilərsinizsə, məncə alimləri bura dəvət edə bilərsiniz. Hardadır bəs o müəllim? O xalat mənim otağımdadır. Amma təəssüflər olsun ki, artıq illərdir istifadə olunmur deyə üstünü yəqin ki, indi toz torpaq basıb. Ay bala, ehtiyatlı ol ha. O sehirli xalatdır. Yaxşı müəllim. Müəllim, bunu necə istifadə edeyim? Rəşid. Deməli, bu xalat olduğuna görə ilk növbədə bunu geymək lazımdır. Mən bunu sənə geydirirəm. Afərin. Bəli. Və sehirli xalat olduğuna görə təbii ki, bunun bir sehirli sözü olmalıdır. Sən bu sözü istifadə elə Rəşid. Ayravani, ayravani, sendirikə. Ayravani, ayravani, santrika. Müəllim, bu xalat işləmir. İşləmir? Söndür, yandır, düzəlsin də. Yox, Rəşid, elə deyil. Bax, bir də təkrar elə. Ayravani, ayravani, sendirikə. Ayravani, ayravani, santrika. Yenə bir işləmədi. Bəlkə belə deyək, Rəşid, bax bu sehirli xalatdır. Onun yağın fəaliyyət göstərməsi üçün, işləməsi üçün bir ağırlığa ehtiyacı var. Sən də çox arıqsan görürəm. Bəlkə elə Zərifə ilə birlikdə istifadə eləyəsiniz. Gəl Zərifə qızım, sən də yaxına gəl. Yaxınlaş. Lap yadımdan çıxmışdı uşaqlar, sizə deyim ki, bu sehirli xalatın sehirli sözləri biraz dəyişmiş ola bilər. Bu sözləri istifadə eləyəsiniz. Ayravani, ayravani, stemito. Ayravani, ayravani, stemito. Məmməd müəllim! Ay Məmməd müəllim! Ay Rəşid, deyəsən bu sehirli xalat işləmir. Məmməd müəllim hara yoxa çıxdı? Necə yəni işləmir? Rəşid. Rəşid, sehirli xalat deyəsən işə düşüb. Bax. Mən bunu tanıyıram. Bu Albert Einstein'dir. Mən də bunu tanıyıram. Bu Yusif Məmmədəliyevdir. Toxunma, ehtiyatlı ol. Siz kimsiniz? Mən Maria Curie, kimya üzrə Nobel mükafatçısıyam. Bəs siz kimsiz? Mən Zərifə, bu isə Rəşiddir. Yəqin siz də bizi tanıyırsınız, hə? Xeyr, sizi tanımıram. Hətta sizin formalarınız belə fərqlidir. Çünki biz hədəf Hüseynin bala bilgiləriyik. Köməyiniz lazımdır Maria xanım. Mənim? Buyurun, nə köməyim? Biz gələcəkdən. Yəni 2025-ci ildən gəlmişik. Uşaqlar, xəyalpərəstliyiniz xoşuma gəldi. Bilirəm, inanmaq çətindir, amma sizi tədbirimizə dəvət edirik. Nə tədbiri? Axı mən tədbirlərə getmirəm. Xahiş edirəm Maria xanım, bizə yalnız siz kömək edə bilərsiniz. Yaxşı uşaqlar, deyin görüm hələ nə olub? Deməli belə, bizim liseydə
Kamil İnteraktiv Elm Muzeyinin açılışıdır. Özü də Azərbaycanda ilk dəfə. Orada danışan robot gətiriblər. Biz isə bundan narazıyıq. Biz düşünürük ki, siz ondan daha ağıllısınız. Bunu da sübut etmək üçün bizimlə birlikdə açılışa gəlməlisiniz. Yaxşı, sizinlə birgə gələrəm. Mariya xanım, olar sizdən bir şey də xahiş eləyim. Buyur. Siz Albert Einstein'i, Yusif Məmmədəliyevi, onları da tədbirə dəvət eləyə bilərsiniz. Yaxşı, biz o açılışa hamımız bir yerdə gedəcəyik. Gedək. İndi mən dediklərimi təkrarlayın. Xalatı. Ayravani, Ayravani, Stemito! Ayravani, Ayravani, Stemito. Salam, axşamınız xeyir olsun, hörmətli qonaqlarımız. Hamınızı salamlayıram. Kamil İnteraktiv Elm Muzeyinin açılış tədbirinə xoş gəlmisiniz. Məmməd müəllim! Nə olub ay bala? Gözlə da bir. Görürsən bu qədər qonaqlar gəlib, bu qədər insanlar gəlib. Axı mən proqramın açılışını eləyirəm. Sehrli Nə olub? xalat işə düşüb. Necə? İşə düşüb? Dəhşət. Müəllim, arxaya baxın. Bu ki bizim professorumuz Yusif Məmmədəliyevdir. Bu ki xanım Mariya Curie-dir. Bu ki Albert Einstein'dir. Çox gözəl. Uşaqlar, çox gözəl, çox əla və mən bu fürsətdən istifadə edərək elə alimlərimizin də qarşısında bizim Hədəf Star kampusunun istifadə edəcəyi ağıllı robotumuzu, bilgə robotumuzu qonaqlarımıza təqdim etmək istəyirəm. Düzdür, hələ tam yeməyi öyrənə bilməyibdi. Yavaş-yavaş onu da öyrədəcək inşallah. Yavaş-yavaş öyrədəcək. Bilgə robot hər şeydən danışır. Bir dəqiqə gözləyin. Buyurun. Hörmətli qonaqlar, hər birinizə salam. Soruşacaqsınız, Einstein hara? Bu alma hara? Yolda gələndə Newtonla qarşılaşdım. Düzdür, özü bura gələ bilmədi. Amma alması məndən göndərir ki, qoy onun da yeri bu tədbirdə bilinsin. Məncə alqışlayaq Newton bəy, sağ olsun. Eşitmişəm, sizin ağıllı dediyiniz bu robot güya bizdən daha ağıllı. Çox ağıllı robotdur bəli. Onda başlayaq. Görək, elm söhbətində kim daha üstündür? Necə yəni? İcazənizlə mənim bu robota bir sualım olacaqdı. Buyurun. Kainatın sirri nədir? Kainatın en büyük sirri belki de karanlık enerjidir. Kainatın niye bu kadar süratle genişlendiğini hele tam bilmirik. Ya da belki de sizin sevimli düsturunuzun y beraberdir mc kvadratı hele keşfedilmemiş tətbiqləridir. Neyin emindi? Onda icazənizlə mən də bir sual vermək istəyirəm. Buyurun Yusuf müəllim. Məmnuniyyətlə. Neftdən benzini ayırmaq üçün hansı prosesdən istifadə edirsən? Əla sualdır professor. Neftdən benzini ayırmaq üçün distillə prosesindən istifadə olunur. Təsəvvür edin ki, neft böyük bir şorba kimidir. Amma içində benzin, kerozin, mazut kimi müxtəlif şeylər var. Nefti qızdırırıq, o buxarlanır və sonra soyudulup ayrı-ayrı hissələrə bölürük. Benzin o şorbanın ən yüngül hissələrindən biridir. Bu danışan robot digər alimlərin suallarına cavab verə bildi. Görək hələ mənim sualıma cavab verə biləcəkmi? Buyurun Mariya xanım, siz nə soruşarsınız? De Buyurun. görüm, radioaktivlik nədir və niyə bu qədər vacibdir? Radioaktivlik atomların öz-özünə parçalanaraq enerji və hissəciklər buraxmasıdır. Bu,
xərçəng müalicəsində və elektrik istehsalında istifadə olunur. Amma diqqətli olmaq lazımdır, çünki təhlükəli də ola bilər. Hə, deməli bu robot da bizim qədər ağıllı imiş. Ay Rəşid, biz indi nə edəcəyik? Biabır olduq. Əbə mən neyniyim? Mən nətər eləyim? Narahat olmayın uşaqlar, narahat olmayın, üzülməyin. Əslində, mən elə ən başdan, ən əvvəldən sizə inanırdım. Amma özüm istəyirdim ki, siz özünüz araşdırma eləyəsiniz, hər şeyə tam əmin olasınız. Əsas məsələ ondadır ki, bütün elmi biliklər, biliklərin toplanması və onların təcrübəyə tökülməsi nəticəsində əmələ gəlirlər. Bəli, buna görə də heç bir robot insanların nə düşündüyünü tam olaraq anlaya bilməzlər. Amma insanların yaratdığı dəyərlər isə hər zaman, hər daim insanların elə insan qalması üçün lazım olacaqdır. Bəli, bizlər, sizlər çalışmalıyıq ki, heç bir robot, heç bir texnologiya bizi özünə ram etməsin. Çünki bizim ən böyük silahımız, ən böyük sərvətimiz dəyərlərimizdir. O dəyərlərimiz ki, bizi sözün əsl mənasında insan edər. Çox sağ olun uşaqlar, çox sağ ol Rəşid, çox sağ ol Zərifə. Əslində siz bizə göstərdiniz ki, biz hər zaman öz tarixi köklərimizdən faydalanmalıyıq. Bəli, elə buna görə də bütün texnologiyaları yaradan da, idarə edən də, hətta elə bizim ağıllı bilcə robotu düzəldən də bilcə insandır. Keçmişdən gələcəyə elm işığında səhnəciyini bizə təqdim edən Hədəf liseyinin müəllim və balabilgələrinə, xüsusilə rejissor Cavad Nura təşəkkürümüzü bildiririk və bir daha alqış istəyəcəm. Amma bir ürəklə alqış edin, çünki burada böyük bir əziyyət, zəhmət var və sevgi var, əsas məsələ. Və qeyd edim ki, bu möhtəşəm tədbirimizin təşkilində dəstək göstərən şirkətlərə dərin minnətdarlığımızı bildiririk və içməli su istəsəz, dəstək üçün Siraba təşəkkürlər, çay və qəhvə dəstəyi üçün isə Azərsun şirkətlərinə təşəkkür edirik və əgər susarsaz və yaxud da dincəlmək istəsəz, onların stendlərinə yaxınlaşıb məhsullarından ödənişsiz şəkildə istifadə edə bilərsiniz. Hədəf bir Azərbaycan brendidir və fəaliyyətinin hər addımında milli dəyərlərə sadiqliyini nümayiş etdirir. Hədəf liseyi də məhz bu amal ilə 2018-ci ildən fəaliyyət göstərərək qısa müddətdə təhsil ictimaiyyətində özünə məxsus yer qazanmışdı. Hədəf konseptinin əsas məqsədi milli köklərə bağlı, sağlam, yaradıcı, bacarıqlı və bilgə insanlar yetişdirməkdir. Məncə bu cümlənin ardınca Hədəf liseyi və bütün əməkdaşlarına gürültülü alqış səsləndirməyin vaxtıdır.